Yoğun və düz bağırsaq xərçəngi kimlərdə olma ehtimalı var? Yaşı 45-in üstü olanlarda, ailəsində, yəni atasında, anasında, bacısında, qardaşında əgər yoğun bağırsaq və düz bağırsaq xərçəngi olubsa və eyni zamanda bu söylədiyim ailə üzvlərinin içərisində hər hansı yoğun və düz bağırsaq polipi problemi olubsa, idmanla məşğul olmursa, yəni az hərəkətlədirsə, ağır çəklidirsə, siqaret çəkənlərdə və spirtli içki qəbul edənlərdə və eyni zamanda ən əsas xroniki koliti və xroniki Kron xəstəliyindən əziyyət çəkənlərdə yoğun bağırsaq və düz bağırsaq xərçəngi olma ehtimalı çoxdur. Əgər bu söylədiklərim varsa, mütləq və mütləq zamanında həkim müayinəsindən keçməklə bu ciddi xəstəlikdən qurtulmaq mümkündür.